Əziz şagirdlər, bu günlərin biz sınaq altının suallarına baxacağıq inşallah. Deməli, birinci sual, aşağıdakı hadisələrin ardıcıllığını düzgün tapmaq lazımdır. Yer dəyişmə eləyərik. Deməli, Xürrəmlər Hərəkatının yatırılması 9-cu əsr, Rusların Bərdəyə hücum etməsi 944, yəni 10-cu əsr, Qızılbaşlar tərəfindən Azərbaycanda yeni dövlətin yaradılması, yəni Səfəvilər dövlətinin yaradılması 16-cı əsr, Şirvanşahların Ağqoyunlularla müttəfiq əlaqələrin yaradılması. Biz bilirik ki, bu Heydərin dövründə Şeyx Heydər 15-ci əsrdə hakimiyyət uğrunda mübarizə aparanda Şirvanşahlarla Ağqoyunlular Səfəvilərə qarşı, amma Ərdəbil hakimliyi burada nəzərdə tutulur. Birləşməsi 15-ci əsrdə olub, 15-ci əsrin ikinci yarısında, onda hələ Səfəvilər dövləti yox idi və Şeyx Heydər həmin mübarizə zamanı öldürülmüşdü. Bunu 13-cü paraqrafda bu haqda yazılır. Dolayısıyla 4 də baş verib 15-ci əsrdə. Ona görə də burada 3 ilə 4-ün yeri dəyişməlidir. D cavabı doğru cavab. İkinci sual, Eldəncilər dövləti ilə deməli Eldəncilər dövləti ilə Səfəvilər dövlətinə aid oxşarlıq. Deməli, Şirvanşahlar dövləti ilə dost və müttəfiq olmaq. Xeyr, belə bir şey olmayıb. Ən azından bilirsiniz ki, Şirvanşahları Səfəvilər süquta uğradıb. Sonra hökmdarlarının sultan titulu daşımaları, bu da yanlışdır. Eldəncilərdə Qızıl Arslan daşısa da, məsəl üçün Səfəvilərdə bütün Səfəvilər dövlətinin hökmdarları hamısı deməli şah titulu daşıyırdı. Qonşu ölkələrdə tabe etmələri bəli doğru cavab budur. Bu hər ikisinə də oxşarlıqdır. Hər ikisi geniş ərazili bir dövlətdir. Demək olar ki, Dərbənddən İran körfəzinə qədər böyük ərazilərə sahib olublar. Deməli qonşu ölkələri də tabe ediblər. Ağqoyunlu dövlətinə qarşı mübarizə aparmaq Eldəncilərin dövründə belə bir dövlət yox idi. Azərbaycanın şimal torpaqlarında yaranmaq, bu da ancaq Eldəncilərə aiddir. Səfəvilər Azərbaycanın cənubunda yaranıb. Bir daha deyirəm, doğru cavab C. 3 Acıq mağarasına aid deyil. Deməli, bu mağaraya əsasən Azərbaycanın qədim daş dövrü öyrənilirmi? Bəli. Qarabağ bölgəsində yerləşirmi? Bəli. Azərbaycanda iş yaşayış məskənlərindəndirmi? Bəli. Sakinlərin əsas məşğuliyyəti ovçuluq və yığıcılıq olmuşdumu? Bəli. Mağaralarda metal əmək alətləri ola bilməz. Metal artıq bu daş dövrünün sonudur. Onda da artıq Acıq mağarası aidiyyəti yoxdur. Ola bilməz. Deməli, mağaralarda insanlar daha çox daş dövrünün əvvəllərində və ortalarında yaşayıblar. Ona görə də doğru cavab deyil. 4-cü sual 16-cı yüzillikdə baş vermişdi. 16-cı yüzillikdə Qaraqoyunlularla hərb xətası gedib. Teymurilərin Təbriz uğrunda mübarizə aparması bu 15-ci əsrə aid hadisəsidir. Ağqoyunlular dövlətinin yaranması 15-dir. Kürdən şimalda iki torpaqların Səfəvilərin tərkibinə qatılması bəli, budur cavab. Belə ki, Şirvanşahlar Səfəvilərin tərkibinə 16-cı əsrdə qatılıb. Şirvanşahlar Kürdən şimalda olduğuna görə Kürdən şimaldakı torpaqlar Səfəvilərin tərkibinə qatılıb 16-cı əsrdə. D də yanlışdır, çünki başqa bir dövlətdən ilk dəfə Şirvanşahlar asala düşüb 10-cu əsrdə, misal üçün Sacirlərdən və Səfəvi şeyxlər Ərdəbil idarə etməyə başlayıb. Bu da 13-cü əsr hadisəsidir. Olmaz. 5 daş dövründə əkin sahələri genişləndi, məhsuldarlıq artdı. Xeyr, bu Tunc dövründə baş vermiş hadisədir. Xışa bağlıdır, xışın ixtirasına bağlıdır. Dəmir kəşf edildi. Xeyr, bu da Tunc dövrüdür. Bostançılıq da Tunc dövrüdür. Bərabərsizliyin yaranması da Tunc dövrüdür. Ovçuluq insanların həyatında mühüm yer tutdu. Bəli, bilirsiniz ki, ox və kamanın hesabına nə oldu? İnsanlar uzaqdan deməli heyvanları ovlamağa başladı və bu ovçuluğu ön plana çıxartdı və yəni ovçuluq insanların həyatında mühüm yer tutdu. Davam edək. 6-cı sual daha əvvəl olmuşdu. Baharlı dövləti yaranıb 15-ci əsr. Naxçıvan Atabəylərin paytaxtına çevrilib 12-ci əsr. Deməli, Səfəvi Osmanlı müharibələrinin başlanması 16-cı əsr, yəni Çaldıran döyüşündən sonra. Rusların Azərbaycan torpaqlarının iş yürüşləri Bərdəni nəzərdə tutursaq əgər, deyəlim ki, o da 10-cu əsrdir və Qızıl Arslanın sultan titulu qəbul etməsi, bu da 12-ci əsrdir. Deməli, burada ilk baş verən hadisə D cavabıdır. Onu götürməliyik. 7-ci sualda uşaqlar deməli, Şah İsmailin hakimiyyət dövrünə aiddir. Burada şah nəzərdə almalıyıq ki, Şah İsmailin dövrü olsun. Ölkə daxilindəki müharibələrə son qoydu, doğru cavabdır. Bir də deməli, Səfəvilər onun dövründə yenə də Qızılbaş adlanırdı. İlk dəfə vahid dövlətdə birləşdirilməyib, çünki bunu ilk dəfə Sacilər eləyib. Uzun Həsən dövründə Şah İsmail yox idi və ya tərsinə Uzun Həsən dövründə Şah İsmail yox idi. Ola bilməz. Çaldıran döyüşündə də Osmanlılar məğlub edilməyib, məğlub olan Səfəvilərdir. Deməli 1-3 doğru cavab A-dır. Davam edək. Eldəncilər dövləti Səfəvilər dövlətindən fərqli olaraq Azərbaycanı birləşdirib, xeyr, ikisi də birləşdirib. Araz çayından şimalda yaranıb, bəli, doğru cavablardan biri budur. Şirvanşahları tabe edib, xeyr, hər ikisi edib. Hökmdarı sultan titulu götürmüşdü, bəli.
Qızıl Arslan misal üçün sultan titulu götürüb, amma Səfəvilərdə hökmdarlar şah titulu daşıyırdı. Ona görə burada doğru cavab 2-4C. Davam edək. 9-cu sual Dərbənd şəhərinə aiddir. Orta əsrlərdə Bayandurlu'nun tərkibində olması xeyr. Dərbənd Şirvanşahlarının tərkibində olduğuna görə və Bayandurlu ilə Şirvanşahlar dost olduğuna görə bu olmaz. Dərbəndə sahib ola bilməz Bayandurlular. Yəni Ağqoyunlu dövlətindən nəzərdə tuturuq. 944-cü ildə Ruslar tərəfindən qarət edilən şəhərimiz Bərdədir. O da olmaz. Qala divarları, bəli, Sacolu tərəfindən, Yusif Sacolu tərəfindən təmir edilib. Bu doğru cavabdır. İlk paytaxt şəhərlərimizdən də deyil və hal-hazırda da Azərbaycan Respublikasının şimal şəhəri deyil, Rusiyanın tərkibindədir. Doğru cavab C-dir. Onda Atropaten Albaniyaya aid oxşarlıq. Burada deməli orta əsrlərdə yaranmaq hər ikisinə aiddir. Heç birinə aid deyil. Sonra İslam dininin dövlət dini olması heç birinə də aid deyil. Manna dövləti ilə eyni əsrdə mövcud olmaq heç birinə aid deyil. Azərbaycan torpaqlarını vahid dövlətə birləşdirmək heç birinə yenə aid olmayan hadisədir. Eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yaranıb. Bəli, hər ikisi eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yaranıb. Çünki hər ikisi eradan əvvəl 4-cü əsrdə yaranıb. Bu da kitabımızda qeyd olunur. Davam edirik. 11-ci sual. Ağqoyunlu və Səfəvilərə aid ümumi cəhət deyil. Yəni oxşarlıq olmasın. Avropa ilə əlaqələr saxlamaq hər ikisinə aiddir. Olmaz. 15-ci əsrdə yadelli hücumuna məruz qalmaq. Bəli, 15-ci əsrdə Səfəvilər dövləti yox idi. Ona görə də biri budur cavabın. Arazdan cənubda yaranmaq bu oxşarlıqdır. Olmaz. Qaraqoyunlu ilə mübarizə aparmaq, Qaraqoyunlu dövləti ilə, bəli, bunu Ağqoyunlular apara bilər, deyəlim ki, amma Səfəvilər dövləti əlbəttə ki, yox idi. Qaraqoyunlu süqut edəndən sonra Ağqoyunlu yaranıb, Ağqoyunlu süqut edəndən sonra da Səfəvilər dövləti, ona görə də bu da düzgün cavab deyil. 2-4 D cavabı. 12-ci sual verilmiş dövlətlərdən heç birinə aid deyil. Deməli, Şirvanşahlar, Ağqoyunlu və Səfəvilər dövləti. Paytaxtda Təbriz olmaq deməli, Ağqoyunlu və Səfəvilərə aiddir. Teymurlərlə mübarizə aparmaq. Aha. Deməli, burada doğru cavab budur. Teymurlərlə bu üç dövlətdən heç biri mübarizə aparmayıb, Qaraqoyunlu dövlət aparıb. Ona görə də doğru cavab B-dir. Burada bir dənə deməli, bu sualımızda problem var. Bu sualımızda problem var. Problem belədir ki, biz bunu kitabda biz bilmirik, kitabda görünür, amma bir daha deyirəm, Şirvanşahlar Təbriz Səfəvilərin və Ağqoyunluların paytaxtı olub. Bu deməli ikisinə aiddir. Teymurlərlə mübarizə aparıb. Bizim kitabımızda belə yazılıb ki, Qaraqoyunlular Teymurlərlə mübarizə aparıb, amma orada bir məqam var ki, ümumiyyətlə Azərbaycan uğrunda Qaraqoyunlular Şirvanşahlarla, Teymurlərlə və Ağqoyunlularla mübarizə aparıb. Dolayısıyla bu dövlətlər hamısı bir-biri ilə mübarizə apardığına görə və Ağqoyunlular da sonraki mərhələdə Teymurlərlə mübarizə apardığına görə bunu da çıxırıq. Osmanlının süqutu uğratmaq doğru cavab budur. Çünki heç bir dövlətimiz Osmanlının süqutu uğrada bilməz. Osmanlı dövləti 20-ci əsrin əvvəllərində süquta uyub. Şeybanilər ilə həmsərhəd olmaq bu həm Ağqoyunlu və Səfəvilərə aiddir. Deməli, Kürd çayından şimalda yaranmaq bu da Şirvanşahlara aiddir. Ona görə də burada doğru cavab C-dir. Uşaqlar davam edək. Deməli, 13-cü sual Əlincə qalasının yerini soruşur. Əlincə qalası Culfada yerləşir, yəni Naxçıvan yaxınlığında yerləşir. Ona görə də biz Naxçıvan olan 4-ü götürməliyik. Doğru cavab 4 olur burada. Davam edək. Deməli, 14-cü sual. Eramızdan əvvəl 4-cü əsr və eramızın 9-cu əsr tarixinə aid oxşarlıq. Eramızdan əvvəl 4-cü əsrdə Atropaten Albaniya yaranmaqla dövlətçiliyimiz bərpa olub. 9-cu əsrdə də Şirvanşahların yaranması ilə, ona görə də doğru cavab D-dir. 15-ci sualda 7-ci əsrdə Azərbaycanda, burada sual 2 hissədən ibarətdir. Biz elə bir hadisə götürməliyik ki, həm 7-ci əsr olsun, həm Azərbaycanda baş versin. Məsələn, İslam dini Azərbaycanda yaranmayıb, olmaz. Sonra 7-ci əsrdə dövlətimiz yaranmayıb. 7-ci əsrdə Babək yaşaya bilməz, Xürrəmlər ola bilməz. Deməli, burada doğru cavab şimal torpaqlarında yerli hökmdarlar hakimiyyətdə idi. 16 Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin heç birinə aid deyil. Oğuz türkləridir, hər ikisi paytaxtı Təbriz olub. Cənub torpaqlarında yaranıblar. Şirvanşahlarla da həmsərhəd olublar. Doğru cavab Y-dir. Bəli, 16-cı əsrin sonlarında bunun heç biri, bu dövlətlərimizin heç biri mövcud deyil idi. 16-cı əsrin sonunda yalnız və yalnız Azərbaycanda bir dövlət var idi, o da Səfəvilər dövləti. 17-ci sual xəritə sualıdır. Burada ştrixlənmiş ərazidəki dövləti tapmaq lazımdır. Yəni bu ştrixlənmiş ərazidə hansı dövlətimiz yaranıb? Bu da deməli Kürd çayı ilə Araz çayı arası deməkdir. Ağqoyunlu Arazdan cənubda yaranıb, yəni bu hissədə. Səfəvilər də burada yaranıb, bu hissədə yaranıb. Sacilər də bu hissədə yaranıb. Yəni bu üç dövlətimiz də cənubda yaranıb olmaz. Şirvanşahlar isə Kürdən şimalda, yəni burada yaranıblar.
Ona görə qalır bir cavab, o da Eldənizlər. Bəli, burada yaranan dövlətimiz Eldənizlər dövlətidir 12-ci əsrdə. 18-ci sual, deməli xronoloji ardıcıl müəyyən etmək lazımdır. Ərdəbil şəhərinin Səfəvi şeyxlərinin idarəsi altına keçməsi bu 13-cü əsrdir. Şirvanşahlar dövlətinin Səfəvilərin tərkibinə qatılması bu 16-cı əsrdir. Dərbənd şəhərinin xilafət qoşunları tərəfindən tutulması 7-ci əsrdir. Möminə Xatun türbəsinin inşası 12-ci əsrdir. Deməli, burada biz ardıcılığımız belə olmalıdır. 3, 4, 1, 2. Bu da B cavab olur. İslam dininə aid deyil. İslam dininə aid deyil. İnsanlara ədalətli, mərhəmətli olmağa çağırırdı. Bəli, bu aiddir. Məhəmməd Peyğəmbər tərəfindən yayılmağa başlamışdı. Bəli. Azərbaycanın cənubunda yaranmışdı. Təbii ki, bu yanlış cavab budur. İslam dininə aid deyil. Çünki İslam dini Ərəbistanda yayılıb, Azərbaycanda yayılıb, yarana bilməz. Müqəddəs kitabı Quran-ı Kərimdir. İnsanlar arasında birlik və qardaşlıq düşüncələrini yayırdı. Bu da İslam dininə aid xüsusiyyətdir. Doğru cavab C olur. Davam eləyək. 20-ci sual. Uyğunluq pozulmuşdur. Elə burada doğru cavab A-dır. Niyə? Çünki Manna süqut edib eradan əvvəl 6-cı əsrdə. Ona görə də cavab A-dır. 21-ci sual. Ərəb xilafəti ilə Böyük Səlcuq imperiyasına aid oxşarlıq. Hər ikisi təbii ki, Oğuz Türk dövləti deyil. Səlcuqlar Oğuzdur. Azərbaycan ərazisində heç biri yaranmayıb. Ərəb xilafəti Ərəbistanda. Böyük Səlcuq imperiyası isə Mərkəzi Asiyada yaranmış dövlətdir. Bir daha xatırlayaq. Orta əsrlər dövründə süqut etmələri, bəli, doğru cavab budur. Hər ikisi orta əsrlərdə süqut edib. Ərəb xilafəti 12-ci əsrdə süqut edib, 13-cü əsrdə süqut edib. Deməli, 13-cü əsrdə Hülakülər tərəfindən, yəni Elxanlar dövlət tərəfindən süqut uğradılıb. Səlcuq dövləti isə o da 12-ci əsrdə. Dolayısıyla 13 və 12-ci əsr orta əsrlər sayılır. Xürrəmlərə qarşı vuruşmaq təbii ki, Ərəb xilafətinə aiddir sadəcə. Qədim dövlətlərimiz olmaları, bəli, bu Ərəb xilafəti ümumiyyətlə Azərbaycan dövləti deyil və bu dövlətlərin heç biri qədim dövrdə olmayıb, orta əsrlərdə yaranıb. Doğru cavab C-dir. Gəldik artıq açıq suallarımıza. Şirvanşahlar dövləti nə aiddir? Dərbənd uzun müddət tərkibində olmuşdu. Bəli, 1. Ərəb xilafətini süquta uğratmışdı. Xeyr. Araz çayının şimalda yaranmışdı. Bəli. Və Kürdən şimaldakı torpaqlarımız əhatə edildi. Bu da doğrudur. Ağqonlu tərəfindən süquta uğradıla bilməz. Səfəvilər tərəfindən süquta uğradılıb. Burada doğru cavab 1, 3, 4 olur. Azərbaycan Atabəylər dövlətinə aid deyil. Aid deyil. Şirvanşahlar dövlətinin süquta uğratması. Bəli, bunu Səfəvilər eləyib. Şimal torpaqlarında yaranması, bu doğrudur. 2. Elm və mədəniyyət tərəqqi, yəni inkişaf edib, doğrudur. Geniş ərazili qüdrətli dövlətə çevrilib, bu da doğrudur. Qalibiyyətli müharibələr nəticəsində yaranıb, bu yanlışdır. Bəzi dövlətlərimiz var ki, uşaqlar qalibiyyətli müharibələr nəticəsində yaranıb. Misal üçün, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətini nümunə olaraq göstərə bilərik ki, bu üç dövlətimiz qalibiyyətli müharibələr nəticəsində yaranıb. Yəni, onun qurucusu müharibələr aparıb, döyüşüb, qələbələr qazanıb, ardıcıl qələbələrdən sonra dövlət yaradıb. Bu ifadə, deyəlim ki, qalibiyyətli müharibə nəticəsində yarana bilər. Bir daha deyirəm, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər. Amma misal üçün, bu dövlət, Atabəylər dövləti necə yaranıb? İraq Səlcuq Sultanı Eldənizi, Arrana, Atabəy Eldənizi, Arslanşahın Atabəyi olan Eldənizi Arrana hakim təyin edib və o da orada gedib dövlət yaradıb 1136-cı ildə. Ona görə də bu Atabəylər dövləti qalibiyyətli müharibə nəticəsində yox, Eldənizin Arrana hakim təyin edilməsi nəticəsində yaranıb. Ona görə yanlışdır. Doğru cavab 2, 3, 4 olur. 24-cü və 25-ci sual. 24-cü sual Səfəvilər dövləti Ağqoyunludan fərqli olaraq 17-ci əsrdə mövcud olub. Düzdür. Səfəvilər 16, 17, 18-ci əsrlərdə mövcud olub. Məlumatınız olsun bir daha. Azərbaycan torpaqlarını birləşdirib. Bəli, o da Azərbaycanı birləşdirib, Ağqoyunu birləşdirməyib. Türk tayfalarının yaratdığı dövlət hər ikisinə aiddir. Təbriz paytaxt etmək hər ikisinə aiddir. Bir müddət Şirvanşahlarla qonşu olub, hər ikisinə aiddir. 1-2 burada deməli Səfəvlərin Ağqoyunlulardan fərqidir. Və nəhayət sonuncu 25-ci sual uyğunluğu müəyyən edin. Manna dövləti, Atropatina və Albaniya. Bu dövlətlərə uyğun olanları seçmək lazımdır. Adı ilk hökmdarın adı ilə bağlıdır. Yəni bu Atropatinaya aiddir. Eradan əvvəl 1-ci millin əvvəllərində meydana gəlmişdi. Bu Mannaya aiddir. Roma dövləti ilə sülh bağlamışdı. Bu Albaniya dövlətinə aiddir. Makedoniya ilə İskəndərlə mübarizə aparmışdı. Bu heç birinə aid deyil. İskəndər öləndən sonra bilirik ki, Atropatina və Albaniya dövləti yaranıb. Bunu götürmürük demək ki. Burada onda belə olur cavab. 1 olur B, 2 olur A, 3 olur C. Beləliklə, bugünkü dərsimizdə başa çatmışdır. İnşallah növbəti sınaqlarda görüşənə qədər salamat qalın, sağ olun.